əslində heç bir zaman milli və dini bayramları qarşı-qarşıya qoymaq, dəyərləri dəyərlə vurmaq heç bir zaman doğru bir şey deyil. Mükəmməl ifadədir. Dəyərləri dəyərlərlə vurmaq olmaz heç bir zaman. Bir dəyəri qaldırmaq istəyirsə, digər dəyəri aşağı salmaq mümkün deyil. Bilirsiniz ki, Novruz bayramı İslamdan öncəyə gedib çıxan, qədim bir tarixi olan bir bayramdır. Biz bunu heç bir zaman dini bayram olaraq dini bayramlar sırasına qeyd etmirik, adi etmirik. Bu bizim milli bayramımızdır və burada olan ayinlər də heç biri də dini ayinlərindən heç bir zaman təzad təşkil eləmir. Sizin də qeyd etdiyiniz kimi biz Novruz bayramında adətən nə edirik? Böyüklər yada salınır, uşaqlar sevinir, küsürlər barışır, xüsusilə də bayaq sizin də qeyd etdiyiniz kimi eyni zamanda dirilər yad olunduğu kimi dünyadan köçənlər insanlarımız da yad edilir. Bu tamamilə dinin gətirdiyi qaydaları üst-üstə düşür. Mübarək ənənədir. Bəli, baxın İslam dini fütuhatları genişləndiyi zaman, coğrafiyası genişləndiyi zaman heç bir zaman mədəniyyətlərə, həmən o millətin mədəniyyətlərinə qarşı çıxmayıb. Toxunmadılar. O zaman qarşı çıxılırdı ki, o tohid inancına qarşı çıxa bilər. Biz baxsaq Novruz bayramında dinimizin heç bir inancından əksinə, üstünə gələn heç bir şey olmayıb və ona görə də bu bayramları qeyd olunması bizim tarixi bayramımızdır, milli bayramımızdır və bunu biz inşallah ki qeyd etmişik, bu gündən sonra da qeyd edəcəyik. Həzrət Əleyhisselamın gözəl bir sözü var, bayramın əsl mahiyyətini ortaya qoyur. Buyur ki, günah etmədiyiniz gün sizin bayramınız. Nə gözəl. Bayram əslində bir insanın könlünün pərvazlaşdığı, xoş olduğu bir gündür. Biz heç bir zaman dinimiz insanların o xoşhal olmasına əleyhinə deyil. Təbii ki, halal çərçivədə biz bunu qeyd etməliyik. Həddi ilə. Təbii ki, ola bilər hər bir bayramda dəyərli seydim, xurafat qatışmış ayinlər ola bilər. Bu istər dini bayramlarda da var, dini inanclarda da var, milli bayramlarda var. Məsələn, bəyənilməyən bir şeylər ola bilər dini baxımdan. Gedib hər hansı bir qapı pusmaq deyək, qulaq belə deyək, puskusuna çıxan insanlar var ki, onunla mənim hər hansı bir niyyətim hasil olacaq. Təbii ki, bu dinimiz bu şeyi bəyənmir ki, ola bilər ki, hər bir insanın biz məhrəmidir, ailə qalasını dinləmək qarşı tərəfin haqqı deyil. Ola bilər o dinlədiyin zaman orada elə bir məhrəm söhbətlər gedə bilər ki, biz onu dinləməməliyik. Bu kimi şeylər çıxmaq şərti ilə Novruzun əhatə edəcəyi gözəllikləri dinimiz təqdir edir, əksinə bu şeyi keçirməyimiz bizi tövsiyə olur. Bilirsiniz, çox mükəmməl həqiqətən.